Salam Ümid bəy. Salam, hər vaxtınız xeyir. Hamı gəlsin, biz dərsə başlayaq. Salamlar, necəsiz? Səsim gəlir? Salam müəllim. Bəli, bəli, səsiniz gəlir. Üzrlü sayın, mənim internetimdə problem var idi. İndi Hə, qurşula problem bildim. deyil, problem deyil. Xoş gördüm. Amma ilk qədər biz yəni keçən dərsdən əlaqədar qısa bir özət eləyək, ondan sonra keçək yeni dərsimizə. Keçən dərslə əlaqəli sualınız ya da ağlınızda qalan hər hansı bir mövzu varsa, onların birinci hər kimdəsə elə bir mövzu qalıbsa, onları müzakirə eləyək qısa, sonra keçək yeni dərsimizə. Keçən dərslə əlaqəli sual var? Məndə yoxdur Ümid bəy. Əla. Yəni zəhmət olmasa dərsdə olanlar bir dənə bildirərdilər də mən görüm hamı burdadırsa başlayaq. Yəni ən azından mesaj yaza bilərsiniz. Yəni dərsdə olanlar dedi qeyd elədim ki, bir dənə mesaj yazardılar. Salam. Ümid bəy, mən bir təlimə aid də olmasa bir şey soruşmaq Buyurun, istəyirəm. buyurun. Bilmirəm siz cavablandıra bilərsiniz ya yox. Bu uşaqlar ki, festivala qatılacaqlar, orada kompüter təminatı, bu ChatGPT 5-in təminatını bunu siz tərəf edəcək, yəni təşkilatçılar tərəf, yoxsa uşaqlar özləri gətirməlidir? Yəni kompüter yoxsa proqramın alınmasını siz nəzərdə tutursunuz? Elə hər ikisini, yəni ümumiyyətlə də bu texniki dəstək, təchizat. Onu bilmirəm sözün açığı mən. Yenə də mən soruşaram, dəqiqləşdirərəm istəsəz. Amma bizdə heç bir ödənişli toollardan istifadə eləmirik hal-hazırda. Hamısının free versiyonu ilə davam edirik, süni intellekt toollarını. Yəni şagirdlər məhz bu təqdim olunanlarla işləməli olacaq. Əslində təqdim olunanların hamısı ödənişsiz versiyada işləyə bildiklərimizdir. Yəni imkan olsa siz Sağ olun, bizim üçün sağ olun. dəqiqləşdirin. Sağ olun.
Tamam, Belə ki, soruşuram. bizdə kognitiv dəstək hissəsi olmayacaq. Hansı ki, animasiyanı da şagirdlər əvvəlcədən çəkəcəklər. Süni intellektdən olan animasiyanı da əvvəlcədən çəkəcəklər. Kompüter olacaq bir neçə dənə, amma şagirdlər necə deyim, davamlı şəkildə bundan istifadə etməyəcəklər. Əgər ehtiyac olsa özlərindən gətirə bilərlər. Bizdə Yəni kompüter və internet dəstəyini onda biz təmin etməliyik. Əslində internet olacaq, internet var. Kompüter məsələsi isə şagirdlər orada istifadə etməyəcəklər üçün, yəni orada şagirdlər öz afişalarını çəkəcəklər, öz əl işlərindən məşğul olacaqlar, animasiyalarını əvvəlcədən hazırlayacaqlar. Yəni animasiya ilə bağlı orada hər hansı bir işləri olmayacaq şagirdlərin. Yəni bu animasiyada afişanın hazırlanması bunlar kompüterdə baş tutmur ki? yox, onlar Xeyr, onu hazır vəziyyətdə verəcəklər. Aha, bəli, Ümid bəy. Hansı ki, afişanın hazırlanması şagirdlər orada öz əllərindən çəkəcəklər. A2 formatlı kağız üzərində olacaq. Artıq A2 formatlı kağızdır, rəngli qələmlərdir, karandaşlardır, quaşdır və s. Bunlar artıq biz təmin edirik, söz yoxdur. Ancaq kompüterdən işlər olmayacaq şagirdlərin. Tamam, okey. Onda biz başlayaq dərsimizə. Bizdə dərsdə keçən dərs, yəni ilk dərsimizdə ümumi olaraq generativ AI, yəni yaradıcı süni intellekt nədir? Onun haqqında məlumat aldıq giriş dərsimiz olaraq. Sonra davamında promptlarla işləmək haqqında məlumat aldıq ki, süni intellektlə hal-hazırda işləmək, yəni işimizi davam elətdirmək istəyiriksə, promptlarla işləməyi bilmək bir növ əsas şərtlərimizdən biridir ki, biz indi məsələn şəkil düzəltməyi də öyrənəcəyik, animasiyaları da burada yəni öyrənəcəyik ki, hamısında iş birbaşa promptdan keçir. Bunlar maksimum dərəcədə düzgün promptlarla işləməyi bacarmalıyıq ki, istədiyimiz işləri birbaşa həyata keçirdə bilək. Çünki hal-hazırda süni intellektlə işləyə bilmək üçün promptları bilmək məcburiyyətindəyik. İndi bugünkü dərsdə isə biz hamımızın istifadə elədiyi ki, məncə artıq soruşmağa ehtiyac yoxdur. ChatGPT-ni artıq hamı istifadə eləyir. Demək olar ki, bizdə uşaqlardan da soruşanda görürəm hamı istifadə eləyir. ChatGPT bizdə istifadə olunur, amma sadəcə biz ChatGPT-nin belə deyim də tam olaraq düzgün istifadəsini bilmirik və ya düzgün istifadə edə bilmirik. Orada bəzi nüanslar var ki, içində olan şeylər, onlar haqqında bu gün ətraflı məlumat alacağıq ki, biz ChatGPT-dən maksimum faydanı necə ala bilərik və onun paralelində biz botlar düzəltməyi öyrənəcəyik ki, sıfır kodla ChatGPT daxilində və digər platformalarda botları düzəldəcəyik işlərimizə uyğun olaraq. Birinci gəlir burada bir dənə qısa məlumatla başlayaq ki, ChatGPT nədir? ChatGPT əslində ilk dərsdə süni intellektdə dediyimiz kimi özündə olan internetdə olan məqalələr, yazılar, bloklar əsasında öyrənib yaradılmış bir süni intellekt modelidir. Chatbotdur. Yaranması deməli ChatGPT-nin ictimaiyyətə açılması 2022-ci ilin noyabrın 30-da oldu ki, hətta 3 il belə deyil ki, ChatGPT bizim həyatımızdadır. Amma indi insana elə gəlir ki, sanki süni intellektsiz həyat sanki heç olmayıbmış kimi. 3 ilə yaxındır bizim həyatımızdadır. Burada əsas nüanslardan biri odur ki, biz burada platformaların 1 milyon istifadəçiyə çatma müddəti var ki, hal-hazırda ChatGPT-nin 1 milyon istifadəçiyə çatma vaxtı 5 gündür. Bu da texnoloji tarixində rekord sürət sayılır ki, biz onun yanındakı platformalara baxanda TikTok 9 aya, Instagram 2.5 aya, Facebook 10 aya, Netflix isə 3.5 ilə 1 milyon istifadəçiyə çatır. Amma burada belə bir nüans var ki, fikir versə digərləri sosial media platformaları kimidir və ya video izləmək üçün uzun vaxt keçirə biləcəyimiz. ChatGPT isə sadəcə söhbət edəcəyimiz bir botdur. TikTok, Instagram, Facebookdan ya da LinkedIn-dan fərqli olaraq biz orada heç kimdən heç nə paylaşmırıq. Nə şəkillərimizi paylaşa bilirik, nə videolarımızı, nə yazılarımızı. Yəni bizim orada nə söhbət elədiyimizi heç kim görmür. Burada 1 milyon istifadəçiyə tez çatmağa rekorddur. Məncə burada ən əsas nüans odur ki, digər rəqiblərin heç biri hamısı demək olar ki, sosial media platformalarıdır. Çünki orada insanlar özünü, öz yaşayışını kimlərəsə göstərirlər və orada qarşılıqlı olaraq connectionlar olur, bağlantılar olur. Amma ChatGPT elə deyil. ChatGPT ilə bizim söhbətimizi biz bir də ChatGPT-nin datası görür. Başqa heç bir kəs tərəfindən görülmür. Buna görə bu tarixi rekord hələ də yenilənməyibdir. Və burada əsas nüanslardan biri də odur ki, sıfır marketinq büdcəsi ilə 1 milyon istifadəçiyə satıb. Sadəcə belə bir proqram çıxdı hamımızın başdasında.
yaxın tarixdə, yəni internetdə diqqətinizi çəkmiş ola bilər həmin tarixdə ki, dedilər ki, belə bir platforma çıxıb, Google-dan fərqli olaraq sual versən, eyni anında sənə cavab verir. Düzdür, çıxanda həmin vaxt sadəcə ingilis dilini dəstəkləyirdi. Azərbaycan dilində yazmaq mümkün deyildi. Sonra türk dili dəstəyi gəldi. Artıq il yarımdır, 2 ilə yaxındır ki, tamamilə Azərbaycan dilində danışa bilirik. Həftəlik aktiv istifadəçi sayı 800 milyondur. Amma belə bir nüans var ki, mən sizə deyim. Mən may ayında bir universitetə seminara dəvət alındım. Mən bunu araşdırmışdım. Onda 400 milyon idi. Sadəcə 4 ay ərzində 2 qat olub və belə bir nüans daha var. 2 ay əvvəldə mən bir araşdırma elədim. 2 ay əvvəldə 600 milyon idi. Yəni son 4 ayda qazandığı aktiv istifadəçi sayı 400 milyondan daha artıqdır. Bu da onu göstərir ki, artıq hamı WhatsApp kimi bir sosial media platformaları necə istəyirsə, artıq hamı hər şeyini ChatGPT ilə görür. Öyrənmək üçün, yaratmaq üçün. Hamının əsas istifadə elədiyi alətlərdən biri də əsası demək olar ki, hal-hazırda ChatGPT-dir. ChatGPT-nin işləmə prinsipi əslində böyük datalar, yəni məlumatlar üzərinə öyrənir. Süni intellekti, amma belə bir nüans var ki, süni intellekti yaratmaqdan daha çox həmin proses təkmilləşməyindən gedir. Süni intellekt yaradılır, kitablar, məqalələr, veb saytlarda olan bloklar haqqında oxuyur, məlumat toplayır. Ondan sonra öyrəniləndən sonra bir sual verir, sualı analiz edir, nə istədiyimizi başa düşür, ondan sonra bizə cavab verir. Və burada ən əsas nüanslardan biri, burada aşağıda qeyd olunan zamanla yaxşılaşır. Daha da keyfiyyətli versiyona çıxır. Bunun səbəbi nədir? Süni intellekt indi belə düşünə bilərik ki, hal-hazırda dünyada olan text-to-text olan süni intellekt modellərinin 5 ən yaxşısı varsa, 4-ü Amerikadandır. Avropa hal-hazırda süni intellekt dünyasında heç cürə öz yerini tapa bilmir. Amerika və Çin, başqa heç bir ölkə bu ölkələrlə yarışa girə bilmir. Məsələn, biz də düşünə bilərik ki, qonşu ölkələr olsun, heç birinin süni intellekt modeli yoxdur ya da bizim özümüzün də. Burada məqsəd sadəcə süni intellekti yaratmaqdan getmir. Varsa süni intellektin yaratmağına məsələn 500 milyon dollar xərci varsa, onu yaratdıqdan sonraki mərhələ əslində ən önəmli mərhələsidir ki, bu da süni intellektin inkişaf eləməsi üçün onu daha çox adam istifadə eləməlidir. Daha çox adam söhbət eləməlidir və bu söhbət əsasında o təkmilləşir və indiki halına gəlir. Çünki ChatGPT-nin 1 il əvvəlki halı ilə, 6 ay əvvəlki halı ilə indiki halında çox ciddi dərəcədə fərq var. İndi çıxan ChatGPT 5 modelidir. ChatGPT ilk istimaliyyətə açılanda 3.5 modelindən bu tərəfə biz istifadə eləyirik. İndiki fərqə baxanda çox ciddi fərq var. Bunun da səbəbi maksimum dərəcədə istifadəçinin olmasıdır ki, biz onunla əslində söhbət edəndə biz ondan öyrənsək də o da bizdən öyrənir. Məlumatı daha çox alır, biz ona məlumat veririk, verilən məlumatlar əsasında da o özünü təkmilləşdirir. Yəni hal-hazırda və ən əsas mövzulardan biri nədir ChatGPT? ChatGPT daxili yaddaşı limitsiz oldu bir neçə ay əvvəl. Əvvəllər limitli idi, müəyyən qədərdən sonra yadda saxlamırdı. Hal-hazırda ödənişsiz versiyada yenə limitlidir də, ödənişsiz versiyada tamamilə limitsizdir. Yəni əvvəl elədiyi söhbətləri belə yadında saxlayır, onun yadında saxlaması, sizi tanıması sizə verdiyi cavabların get-gedə daha da fərdiləşməsinə gətirib çıxardır. Bu da nə deməkdir? Əslində biz birbaşa istədiyimiz cavabı artıq süni intellektdən çox daha rahat ala bilirik ChatGPT sayəsində. Biz indi bu gün gedişatda ikinci hissədə digər platformalar haqqında da məlumat alacağıq ki, süni intellekt platformaları yəni sadəcə yazı olaraq ChatGPT-dən ibarət deyil. Digər platformalar da var ki, onlar hansılardır? Onlar haqqında da məlumat alacağıq. Keçək ChatGPT-nin biz ekranına girdikdə bizi belə bir şey qarşılayır. Burada GPT-lər bölməsi var, burada papkalar bölməsi var. İndi mən əslində onu birbaşa sizə ChatGPT-nin üzərindən göstərək. ChatGPT-nin ana səhifəsinə girəndə bizi belə bir ekran qarşılayır ki, burada söhbət, yeni söhbət, əvvəl elədiyimiz söhbət, kitablıq dediyi şeydə əvvəl indiyə kimi ChatGPT yaratdığımız şəkillərin siyahısı çıxır ki, hansılar varsa görək. Kodeks dediyi sırf kodlaşdırma ilə əlaqəlidir.
daxil olan kimi başqa platformaya yönləndirir. Sadəcə kodlaşdırma ilə əlaqəli istifadə olunur. Burada GPT-lər, botlar bölməsi var ki, bununla əlaqəli indi ətraflı məlumat alacaq. Ondan sonra yeni gəlmiş bu projelər papkası var ki, burada əslində kommit edək kimi bunu düşünə bilərsiniz. Yəni uyğun olan elədiyiniz söhbətlər eyni mövzu üzərindəsə onu papka içində hazırlaya bilirsiniz. Məsələn, burada mənim şəxsi işlə əlaqəli elədiyim söhbətlərdir. Hamısını eyni papka içərisində yığmışam ki, daha rahat istifadəsini eləyə bilək. Sonra gəlir normalda burada Plus versiyonda hansı modeli istifadə elədiyimizi göstərir və keçmiş modelləri. Bu free-də göstərmir, avtomatik ChatGPT yazır ki, modellərin birbaşa adını göstərmir. Oradan biz seçə bilmirik hansı model olsun. Əvvəl əslində aktiv istifadə edəndə 3 dənə modellə istifadə edə bilirdik. 4U, 3U, O3 və 4.5 modeli var idi. İndi standart sadəcə 5 modelini istifadə edə bilir. Əslində free versiyondan Plus versiyonda ikisində də ChatGPT-nin 5-ci versiyası istifadə olunur. Sadəcə onu free-də ətraflı olaraq göstərmir, amma yəni ikimiz də əslində iki tərəf də eyni modeli istifadə edir. Sonra gəlir burada bu plus işarəsinə vuranda dərin araşdırma, deep research modu var ki, bunun haqqında bu gün daha ətraflı məlumat öyrənəcəyik, şəkil yaratma, agent modu, çalış, öyrən, webdə arama və canvas modu. Bu gün bunlar haqqında ətraflı məlumat öyrənəcəyik ki, bunlar nədir, nə işə yarayırlar. Sonra əslində burada ChatGPT-nin ayarlar hissəsində əsas nüanslar var ki, bunu bizdə demək olar ki, heç kim istifadə eləmir. Amma ChatGPT-nin cavab keyfiyyətinin yüksəlməyinə birbaşa təsir edən amillər əslində ayarlar bölməsində vardır ki, biz onları düzənləsək, ChatGPT-nin bizə verdiyi cavab keyfiyyətində tamamilə fərq eləyəcək. Burada ümumi ayarlardır. Burada ekstra bir şey yoxdur. Səs seçə bilirsiniz. Süni intellektin danışıq dili necə olsun. Bildirimlər bunlar sadə qalır. Əsas məsələ burada kişiselləşdirmə, özəlləşdirmə bölməsidir ki, bunu əsas bilməliyik. Və burada ən əsas nüanslardan biri. Bunu aktiv eləyirik. Yəni indi onun haqqında ətraflı məlumat verəcəm. Bir də belə bir nüans var. Fikir vermisinizsə, siz ChatGPT ilə söhbət eləyəndə bütün söhbətlərinizi dəstəkləyici bir tonda danışır. Heç bir eleştiri eləmir. Siz nə desəz deyir, əladır, yaxşısan, hər şey gözəldir. Bu dəstəkləyici əslində motivasiyadan daha ötə zərərverici hala gəlir ki, artıq siz ondan düzgün söhbət eləyə bilmirsiniz, sizin söhbətlərinizin düzgün analizini aparmır. Siz nə desəz deyir, yaxşıdır. Yəni heç cürə qarşı durma heç bir şey eləmir. Bu da əslində hal-hazırda süni intellektin ən mənfi tərəflərindən biridir ki, ona az da olsa təsir edə biləcək burada ayarlamalar da var ki, kişiselləşdirmədə ChatGPT-nin sizlə necə danışdığı tonu seçə bilirik. Məsələn, bu çoxunda varsayılan modda olur ki, varsayılan mod nədir? Yəni xoşbəxt və uyumlu. Siz nə söhbət edəsəz, sizə uyumlu söhbət eləməyə çalışır. Bu ChatGPT-nin ayarlarında standart olaraq belə qalır. Və bunu çox adam dəyişdirmir. Dəyişdirməyəndə ChatGPT-nin bizə verdiyi cavab keyfiyyətində çox ciddi problem yaşaya bilirik. Ona görə siz də dərsdə istəyirsiniz, indi bir yerdə də eləyə bilərik, olmasa sonra eləyə bilərsinizsə, rekorda vaxtı mütləq eləyin ki, çünki gələn dərs bunlar haqqında mən soruşacağam sizlə. Onunla əlaqə. Bir də bu gün sonda qısa bir ev tapşırığımız da olacaq. Onunla birlikdə mən necə hazırlandığını göstərəcəm. Sonra siz özünüz evdə bir dənəsini hazırlayasınız ki, gələndə isə onun müzakirəsini eləyək. Burada mən seçdiyim mod Geek modudur ki, araşdırmacı və maraqlı. Bu mənim üçün daha yaxşıdır. Siz də aralarından baxarsınız, sizə üçün hansı daha uyğundursa onu seçərsiniz, amma varsayılarında standart olanda qalmasın. Sonra gəlir belə bir şey ki, biz normalda demişdik ki, ChatGPT ilə söhbət eləndə biz ona rol model verməliyik. Promptlarda hər şeyi ətraflı yazmalıyıq. Amma indi ayarlama bölməsində biz bunu düzəldə bilirik ki, ChatGPT bizim kim olduğumuzu bilir. Biz hər dəfə ona tanıtmamıza ehtiyac qalmır. Və kim olduğumuzu bildiyi üçün bizə cavab verəndə o perspektivdən sadəcə cavab verir. Məsələn, ad Ümid Salay, məslək vəzifə Generative AI Expert mənim haqqımda özüm istədiyim məlumatlar verir. Təbii ki, burada şəxsi məlumatlardan söz getmir. İşinizlə əlaqəli gördüyünüz iş,
süni intellektin hansı niyyətlə istifadə edirsə o. Məsələn, mən yazmışam ki, mən Ümid Salvar Genetv üzrə mütəxəssisi, content creator və təlimçi. Yaradıcılıq, təhsil və biznes sahələrində süni intellektin tətbiqi üzrə ixtisaslaşıram. Kurslar, seminarlar və praktiki layihələr vasitəsilə həm fərdlərə, həm şirkətlərə AI-dan effektiv istifadə etməyi öyrənirəm. Bu mənim ChatGPT-yə verdiyim məlumatdır ki, mən buyam, mən bu işləri görürəm. Və artıq ChatGPT mənə cavab verəndə bilir ki, mən kiməm, hansı işlərlə məşğulam və mənə cavab verəndə sırf o perspektivdən cavab verməyə başlayır. Burada indi biz yazdıq adımızı, işimizi, özümüz haqqında məlumat. Burada bir nüans daha var ki, ən mükəmməl nüanslardır. Orada biz ChatGPT-dən nə istəyirik, onu da yaza bilirik. ChatGPT-nin necə özəllikləri olmağını istəyirsə, onu da vurğulaya bilirik ki, birbaşdan. Artıq biz onu hər dəfə promptda verməyə və ya ümumi olaraq hər dəfəsində xatırlatmama ehtiyac qalmır. Adımız, vəzifəmiz, özümüz haqqında məlumat və ən əsas hissə gəlir ondan sonra özəl təlimatlar. ChatGPT-dən biz nə istəyirik? Şəxsiyyət vermişəm mən ona, nə iş görmək, necə biri olduğunu demişəm ki, yəni biz keçən dəfə danışdıq, bir persona yüklüyürük. Yəni ChatGPT əslində varsa, sən Harvardda fizika üzrə professor doktorusan, məsələn. Bu odur və sizə cavab verəndə sırf həmin adamın perspektivindən cavab verməyə başlayır. Biz özəl təlimatlara bunu yazanda ChatGPT özünün kim olduğunu bilir. Və ya ChatGPT ilə istifadə edəndə hansı yerlərdə problem yaşayırsınızsa, məsələn, onu da vurğulaya bilərsiniz. Məsələn, mən yazmışam ki, prompt yazmaq üçün qaydalar heç vaxt dırnaq işarəsindən istifadə eləmə. Bunu biz şəkillərdə və videolarda da görəcəyik ki, dırnaq içində yazır deyə o problem yaradır bizə. Ondan mən elə yazmışam ki, mənə prompt mətni yazanda heç vaxt dırnaq işarəsindən istifadə eləmir. Sonra gəlir ki, məsələn, mən yazmışam ki, promptları strukturlaşmış və vizual olaraq aydın yaz. Süni intellektdən nələri istəyirəmsə, bunu bura yazıram. Və bu artıq kim olduğunu bilir, mənim kim olduğumu bilir, hansı işlə məşğul olduğumu bilir, mənim haqqımda istədiyim qədər məlumat verə bilirəm işim haqqında və ondan sonra ChatGPT-nin verdiyi mənə cavab keyfiyyətinə tamamilə fərq eləməyə başlayır. Bu balaca nüanslardır, amma süni intellekti yaxşı istifadə etmək keçən dərsdə əslində qeyd etmişdim. Balaca nüansların topluluğuna əməl edir. Bu da o balaca nüanslardan biridir ki, ChatGPT-nin birbaşa cavab keyfiyyətinə və sizə verəcəyi cavablara birbaşa təsir edir. Çünki sizi tanıyır. Biz demişdik, süni intellekt yaradandan çox daha süni intellektdə yaradıldı. Sizlə danışdıqca fərdiləşir məlumat, ümumi məlumat vermir. Yəni bu qədər məni tanıyandan sonra mən ona bir sual versəm, eyni sualı siz də versəz, hamımıza tamamilə fərqli cavab verəcəkdir. Mənə hansı perspektivimdən istəyirəmsə, cavabı o tərzdə verəcək. Sonra gəlir burada yaddaş. Ödənişsiz versiyada yaddaş doluluğu ilə yaşaya bilirsiniz. Bura söhbət zamanı ChatGPT-in bu hissəsinə memory full deyə bir şey gəlir. Yəni yaddaş doludur. Ondan sonra elədiyiniz söhbətlər ChatGPT-in yaddaşında qalmır. Onu da çünki biz söhbətləri buradan siləndə, məsələn, buradan sildiksə, o ChatGPT əslində tam olaraq silinmir. Ciddi bir, önəmli bir mövzudursa, uzun söhbət eləmişsə, bu ChatGPT-nin yadında qalır. İndi onun harda qaldığına baxaq. Kişiselləşdirmədə özümüz haqqında məlumat verəndən sonra altında bellək, yəni yaddaş özəlliyi çıxır. Burada elədiyimiz söhbətlər, əsas başlıqlar qalır. Sizin oradan sildiyiniz söhbət burada yaddaşda qalmış ola bilər. Yaddaş da nə vaxt dolu dedisə, buradan silmək lazımdır ki, yaddaş boşalsın. Sizin üçün aktiv istifadə edə biləsiniz. Bu ChatGPT-nin əslində arxa tərəfdə olan yaddaşdır. Biz oradan istədiyimiz şeyi istifadə edə bilərik. Və gəlir ki, burada məsələn ChatGPT cavab verərkən yaddaş yazışdığınız söhbətləri yadda saxlayır və ondan istifadə etməyə icazə verir. Bunlar söhbət keçmişə referans almağına icazə verir. Bunlar nə deməkdir? Bunlar əslində süni intellekt modelinin birbaşa fərdiləşməyi ilə əlaqəlidir ki, biz bu məlumatları veririksə, deməli süni intellekt maksimum dərəcədə fərdiləşir. Fərdiləşmə demək nə olur? Bizim tam istədiyimiz cavabı bizə verir, bizə uyğun olan cavabı. Ondan elə ChatGPT-nin ən önəmli hissələrindən biri bu kişiselləşdirmə, özəlləşdirmə hissəsidir. Sonra gəlib bunlar hesabları bağlamaq üçündür. Vaxtla əlaqəli. Burada bir də gəlir veri kontrollərində belə bir şey var. Hər kəs için modeli iyiləşdir.
səs kayıtlarına istifadə eləməyini icazə verir, video kayıtlarına istifadə eləməyini icazə verir. Bunu hər şey sizin modelləşdir demək. Nə deməkdir? Yəni sizin əvvəl elədiyiniz söhbəti yadda saxlayır və bunun hesabına özünü təkmilləşdirir. Sonra artıq gələnlər güvənliklə əlaqəli bir də yeni bir buna 1-2 həftə olar bəlkə də gəlib ki, ebeveyn valideyn kontrolü ilə əlaqəli gəlib ki, kimsə uşağın hesabından nəzarət eləmək istəyirsə, burada seçib meylə birbaşa bağlanıb istifadə eləyə bilər. Yəni hesabını nəzarət altında saxlaya bilər. Bu əslində çox yaxşı özəllikdir, amma demək olar ki, çox yeni gəlibdir. Əvvəllər yox idi. ChatGPT-nin ayarlar hissəsi bunlardan ibarətdir və ayarlar hissəsi dediyim kimi çox önəmlidir. Kişiselləşdirməni birbaşa buradan da edə bilirsiniz bu arada. Onlara biz riayət eləsək, onları düzgün istifadə eləyə bilsək, verdiyi cavab keyfiyyətində çox ciddi dərəcədə fərq yaratdığını hiss eləyərsiniz. Sonra gəlir ən əsas məsələlərdən biri. Biz burada bu özəlliklə, burada ən əsas məsələlərdən biri var ki, dərin araşdırma, deep research. İndi bunun haqqında məlumat alaq ki, deep research nədir? Deep research niyə lazımdır ya da hansı işlərdə biz deep researchdən istifadə edəcəyik? İndi onun haqqında danışaq. Deep research əslində ümumi olaraq dərin araşdırma, dərin tədqiqat deyə tərcümə olunur bizdə. Biz əsas onu hansı işlərdə istifadə eləyəcəyik. Ənənəvi belə deyək də, onu qarşılaşdırma eləyəndə, ənənəvi üsullarla araşdırma deyəndə, biz hər hansı bir mövzu ilə əlaqəli araşdırma eləmək istəyiriksə, qarşılaşdırma eləmək istəyiriksə, məsələn, Avropa təhsilindən Azərbaycan təhsili, onlarda dərslər necə keçilir, bizdə necə keçilir. Bununla əlaqəli siz uzun araşdırma eləyib bir məqalə hazırlamaq istəyirsinizsə, ən yaxşı ehtimalla bu sizin bəlkə də 3-5 gün vaxtınızı alır ki, siz bundan əlaqəli bütün saytlara bir-bir girməlisiniz, sizə uyğun məlumatı tapmalısınız, analiz eləməlisiniz və bununla əlaqə bəlkə də onlarla saytı gəzməlisiniz. Burada bir əsas nüanslardan biri dil bariyeri ortaya çıxır ki, məsələn, bütün məlumatlar ingiliscə olmaya bilir və ya bəzimiz ingilis dilini bilməmiş ola bilirik. Ya da bəzilərimiz rus dilini bilməmiş ola bilirik ki, burada dil bariyeri ortaya çıxır. Araşdırma vaxtı bizə ən böyük problem yaradan nüanslardan biridir. Dərin tədqiqat əslində deep research dediyimiz nədir və nə işə yarayır? Deep research bizim o elədiyimiz hər şeyi özü avtomatik edir. Biz normalda girib hər sayta bir-bir gəzib orada vaxtımızı xərcləyib bütün sözləri axtarıb bizə uyğun mətni tapacaqdıqca deep research dediyimiz şey bunu daha avtomatik edir. Daha avtomatik eləyir və bu nə edir? Bizim yerimizə gedir o saytları gəzir, saytlarda məlumatı toplayır, axırda o saytlardakı məlumatı bizə avtomatik halda verir. Və burada belə deyim, bu sorğu digər söhbətlərdən fərqli olaraq, çünki biz ChatGPT ilə söhbət edəndə, sual verəndə cavab verməyə maksimum 5-10 saniyə ərzində bizə demək olar ki, cavab ver. Amma deep research dediyimiz şeydə isə cavab verməyə bəzən 40 dəqiqəyə yaxın çəkə bilir. Bunda məqsəd əslində heç bir problem olmaz, vura bilərsiniz, uzun gedər. Burada əsas məqsəd nədir? Bütün çünki sizin yerinizə bütün saytları analiz edir, cavablarını verir və ən əsas nüanslardan biri budur ki, biz süni intellektdən istifadə edəndə bizə qaynaq vermir. O məlumatı hardan gətirdiyini də bilmirik. Ona görə istifadə edə bilmirik həmin qaynaqdan. Hətta biz rəsmi bir araşdırma eləmək istəyirsinizsə, sizə bir məlumat verir, o məlumatı istifadə edəndə onun doğruluq payına qədərsə bilmirsiniz. Hardan gətirib o məlumatı bilmirik. Amma deep research-lə istifadə eləyəndə, indi sizə göstərəcəm, sizə istifadədən sonra ekran 2 yerə bölünür. Siz seçdiyiniz məlumat, məsələn, bu qədər məlumat sizə gətiribsə, bu məlumatın üstünə vuranda sağda göstərir ki, bunu hansı saytdan götürüb bizə. Məsələn, biz Avropa ilə Azərbaycan təhsilini qarşılaşdırırsa, Avropada hər hansı güclü bir məktəbdən saytından o məlumatı bizə verirsə, görürük ki, bu güvənilir qaynaqda istifadə eləyə bilərik. Yəni ciddi araşdırmalar vaxtı bizim işimizi çox təsir eləyir və ətraflı bir şeylər hazırlamasında bizim əlimizdən çox tutur. Bizim həftə ilə elədiyimiz işi sanki süni intellekt hal-hazırda 40 dəqiqə eləyir və düzgün şəkildə verir. Düzgün istifadə ilə çox mükəmməl nəticə verə bilir bizə. Bunun istifadəsinə gələk, necə istifadə edirik, məntiqi nədir? Amma bunu da başdan vurulum ki, ChatGPT-nin deep research modu çox güclü deyil.
Biz indi birazdan başqa model keçəcəyik. Onu da ödənişsiz istifadə edə bilirsiniz. Ondan istifadə edə bilərsiniz. Mən onu tövsiyə edirəm. Özünüz də test edib görə bilərsiniz. Səbəb nədir? Çünki biz ChatGPT Azərbaycan dilində yazanda o daha çox şeyi Azərbaycan dilindən qaynaqları araşdırır, gətirir bizə. Bu da həmin məlumat haqqında az məlumat verməyinə gətirib çıxarır. Amma biz digər platformada Azərbaycan dilində yazsaq belə bütün dünyada axtarış eləyir. Uyğun məqalələr fərq eləmir. Hansı dildədirsə biz Azərbaycan dilində onun qarşılığını veririk. Məsələn, burada dip research-ü seçək, dərin araşdırma. Bir dənə mövzu yazaq. Bir dəqiqə. İşte. Məsələn, biz yazdıq ki, orta məktəb təhsil və şagirdlərin davranışı Norveçdə necədir? Hansı metodları istifadə edir? Bunun haqqında ətraflı məlumat verir. Bunu normalda ChatGPT ilə axtarış verəndə sizə verdiyi məlumat yetərincə olmur və çox limitli olur və biz ondan istədiyimiz kimi istifadə edə bilmirik və o qaynağın hardan olduğunu bizə vermir. Kopyalayaq da qalsın. Bunu vuraq bura axtarışa. Hətta bəzən çox mövzunu yaxşı başa düşməyəndə sual da verə bilir bizə. Aha. Norveçdə orta məktəb təhsil və şagirdlər davranışı və araşdırmanı daha dəqiq aparmaq üçün aşağıdakıları dəqiqləşdirə bilərsən. Məsələn, birinci ilə əlaqəli deyək ki, orta məktəb. İkinci, fokus əsasən təhsil proqram qrupu üzərində, yoxsa müəllim şagird münasibətləri, psixoloji dəstək. Təhsil proqramı üzərinə. Dövlət məktəbləri deyək. Bizə 3 dənə sual verdi. Biz 3 sualı da cavabladıq. O 3 sualın cavabına əsasən müraciət axtarış başlayacaq. Aha, burada araşdırma başlanılır dedi. Axtarış gedir. Bu bəzən 20-25 dəqiqə çəkə bilir. Amma biz indi bunu qalsın burada. Biz dərsin ikinci hissəsində çox ehtimal ki, buna baxacağıq ki, işləyiş necədir. Biz dedik ki, burada platforma bizim çox işimizə yaramaya bilir. Yəni Deep Research daha zəif olur ChatGPT-də. Ondan yana biz ChatGPT üçün digər modellərlə, birazdan olsa digər modelləri də öyrənəcəyik. Mən onu sizlə qarşılaşdıraraq göstərim. Google şirkətinin Gemini modeli var ki, bəlkə də Gemini istifadə edən var sizdən? Kimsə istifadə edib heç? Xeyr, Ümid müəllim. Tamam. Gemini deyə bir platforma var Google şirkətində. O da yəni fikrimcə ChatGPT-dən sonra dünyanın ən böyük süni intellekt platformalarından biridir. Əla, hər gün istifadə edirəm. İstifadə edənlər var aranızda. Gemini niyə istifadə eləməli? İndi keçək ona. Mən onun haqqında məlumat verim. Axtarışa birbaşa Gemini yazanda gəlir Google Gemini. Google şirkətinindir. Hətta bəzən axtarış edəndə burada qısa bir özət verə bilir. Onu da Gemini-dən götür. Google Gemini şirkətinin profilinə Google Gemini-yə girdik. O da sadə ekrandır. Birazdan ətraflı məlumat verəcəm. Sadəcə Deep Research-ü bir dənə qarşılaşdıraq burada.
Belə bir sadə interfeys bizim qarşılayır. Burada gəlirik biz bayaq yazdığımız şeyi burada da yazaq. 2.5 flash modeli olmalıdır. Ondan sonra gəlirik Araslardan Deep Research modu burada da var. Eyni qaydada. Veririk ki, Deep Research modu olsun. Hətta buna verdiyimiz cavablardan əlavə edeyim. Orta məktəb təhsil proqramı qrupunun dövlət məktəbləri. Bir dənə vuraq axtarış keçsin. Sonda ikisinin də cavablarına baxaraq qarşılaşdıraraq görəsiz ki, Gemini daha ətraflı məlumat verir. Gemini ətraflı məlumat verməyin əslində səbəbi də var ki, Gemini Google şirkətində bütün saytlar Google'un içində yerləşdiyinə görə məlumata əl çatanlığı ChatGPT-dən daha yüksəkdir. Burada da son versiyasını verir ki, bu başlıqlar haqqında araşdırma eləyəcəm. Qeydi vuraq başlasın. İndi burada da axtarış gedir. Hal-hazırda ChatGPT-də də axtarış gedir. Sonda biz qarşılaşdıracağıq ki, hansı bizim üçün daha uyğundur. Hətta fikir verirsinizsə, burada demək istədiyim bu biz ChatGPT-də də baxacağıq. Hansı platformalarda araşdırma edirsə bunu göstərir. Məktəblərin Avropada bir neçə saytda bu rəsmi qaynaqlardan araşdırma edəcək. Sonra bizim üçün hazırlayacaq. Hələ göstərir ki, 14 sayt üzrə axtarış eləyir hal-hazırda. Burada baxsaq ChatGPT-də də eyni nüans var. ChatGPT 15, hətta məktəbin adını da verir. 15 sayt qaynaqdan araşdırma edir. Gemini-də hal-hazırda artıq 21 ChatGPT-ni qabaq başlatmışdıq gördüyünüz kimi. Gemini daha sonra başladı, amma 21 saytda hal-hazırda araşdırma edir. Və sonda biz bunları qarşılaşdırıb hansı bizim üçün daha uyğundursa ona keçəcəyik. İndi belə bir nüans var ki, bir dənə buna diqqətlə qulaq asmağınızı istəyirəm. Çünki bu bizim üçün dərsdə ən əsas yerlərindən biridir. Bir növ özümüzün mini süni intellektini düzəldəcəyik, yəni botunu. ChatGPT necə işləyirsə, biz onu fərdiləşdirib hansı işdə bizə lazımdırsa, biz bunu işləyəcəyik. Biz bunu uşaqlarla keçəndə də uşaqlara çox maraqlı gəldi. Onlar da tapşırıq vermişik, onlar da hazırlayacaqlar, baxaq nələr hazırlaya bilərlər. Məsələn, özəl GPT nədir və necə qurulub? Bu ChatGPT-nin içində adı GPT olaraq keçir, yəni GPT botu. Fərdiləşmiş GPT əslində standart ChatGPT-dən fərqli olaraq sırf spesifik bir sahə üzrə uyğunlaşdırılmış bir süni intellekt modelidir. Yəni biz ona bir niş seçirik, o niş sahəsində onu təkmilləşdiririk. Təkmilləşdiriləndən sonra bizə verdiyi cavabların hamısı onun o istədiyimiz mövzu haqqında bizə daha ətraflı məlumat verə bilir. İndi biz deyək ki, özəl GPT-lər məsələn nə üzrə qururuq, hansı sahələrdə istifadə edə bilərik. Məsələn, GPT üçün bir dənə müəllim, siz özünüz istədiyiniz kimi bir müəllim hazırlaya bilərsiniz ki, məsələn, sizə testlər üçün sualları yaratsın, versin, hansı dərsdən sizin üçün testlər yaratsın. Sırf o sahə üzrə bir dənə bot qura bilərsiniz. Məsələn, GPT üçün bir biologiya müəllimi yarada bilərsiniz. Siz ondan istəyə bilərsiniz ki, mən sənə yazdıqca dərsin filan yerinə qədər, məsələn, dərsimiz 200 səhifəlik 20 mövzuluq dərsdir, biologiya. Məsələn, 10-cu mövzuya qədər 10 suallıq test hazırla. Biz onu deyəcəyik, o avtomatik kitabı oxuyacaq, sizin verdiyiniz kitabı analizini aparacaq, hansı tərzdə sual istəyirsinizsə, onu yaradacaq və verəcək bizə ki, biz onu ətraflı olaraq istifadə edə bilək. Bundan əlaqəli sualınız var? Çünki indi birazdan praktik hissədə tamamilə ətraflı göstərəcəm. Amma belə sual... Aydındır. Bəli? Aydındır hər şey. Əla, əla. Heç bot qurmusunuz siz ChatGPT-nin içində ya da başqa platformada? Kimsə hazırlayıb? Heç. Axtarışlar gedir. Burada belə bir nüans var ki, biz həmin GPT-yə rol verə bilirik ki, müəllimədir.
Biz ona bir baza yüklürük ki, yəni biz demişdik süni intellekt öyrənəndə bir datası olur, bir məlumat bazası olur. Biz bu botun içinə məlumat bazasını özümüz yükləyəcəyik. Məsələn, fizika 7-ci sinif, məsələn, kimya 7-ci sinif, hansı müəllimi yaratmaq istəyiriksə, məsələn, onun üçün. Çünki o bizim işimizi rahatlatmaq üçün vardı. Ə, Məlumat bazasını fərdləşdir, hətta ona təlimat da verir ki, məsələn, rəsmi dildə cavab ver, yumoristik olsun, 3 cümlədən çox olmasın, sadə başda düşülən dildə olsun. Bunların hamısını təlimatlar hissəsində verə bilir. Hətta biz uşaqlarla hazırlayanda biz fizika üçün birini hazırlamışdıq. Orada göstərdik ki, çətinlik çəkdiyimiz hər hansı bir mövzu olan o mövzunu atırıq o botun içinə. O bizim üçün daha asan, rahat dildə başlayır onu baş salmağa. Əlavə olaraq başlayır real həyatdan örnəklər göstərməyə, fizika ilə əlaqəli çətin başa düşmədiyiniz bir şeylər varsa, maksimum dərəcədə real həyatdan nümunələr göstərərək bizə baş salır ki, o mövzunu. Biz o mövzunu çox rahat başa düşə bilək. Artıq Gemini bu arada bitdi. Bir dənə buna baxaq, verdiyi məlumatlara baxın. Təhsilin hüquqi və fəlsəfi çərçivəsi, təhsilin pulsuz olmasının sosial prinsipi. Bunlar hələ başlıqlardır. Siniflər, öhdəliklər, əsas məsuliyyətlər. Yəni baxın, çünki ChatGPT bu qədər məlumat vermir. Hətta qanunlarla əlaqəli örnəklər verə bilir. Bunun ən mükəmməl tərəflərindən biri odur ki, verdiyi qaynaqların hamısını buradan göstərir. Biz baxanda görürük ki, qaynaqlar güvənilir qaynaqlardırsa, biz onu istifadə edə bilirik. Və qaynaqların hansılar olduğunu burada bildirir. O qaynaqlara baxaraq, qaynaqlar bizim üçün uyğundursa, başlayırıq onu istifadə etməyə. Başlıq da verir bunlara, baxın. İşte bunu bir dənə aktaranda, çölə yükləyəndə biraz problem yaşana bilir. Onun üçün mən ən rahatını dok olaraq verdi bunlar. Ya da istəyirsinizsə birbaşa gəlib yazını kopyalayırsınız. Word-ə atıb elə yaddaşa verirsiniz. Artıq əlimizdə var. Burada başlıqlarını da göstərir. Və hardan götürdüyü məlumatları da göstərir. Yəni siz bunu istəyirsinizsə hələ biraz daha dərin araşdırma eləməyiniz istəyirsə spesifik bir bölmə də verə bilərsiniz və ya yaza bilərsiniz ki, Azərbaycanla Norveç məsələn ya da hər hansı bir ölkənin təhsil sistemini qarşılaşdırsın. Ona görə qarşılaşdırmalı olaraq məsələn təkmilləşdirilməli tərəflər bizdə hansılardır, hansıları onlardan götürüb öz təhsil sistemimizə keçidə bilərik ya da onların dərs keçmə metodları necədir ki, uşaqlar daha yaxşı öyrənə bilirlər. Biz öz dərslərimizdə hansılarından istifadə edib öyrənə bilərik. Yəni şəxsi inkişaf üçün bu Deep Research modu çox mükəmməldir. Ona görə istifadə edə bilərsiniz. ChatGPT hələ də axtarış gedir. Amma Gemini düşünürəm ki, verdiyi məlumat çox ətraflı və istəyimizə uyğundur. Deep Research haqqında nə düşünürsünüz? Gördükləriniz hal-hazırda qane eləyir sizi? Bir sual idi. ChatGPT-də versin. Biz baxaq. Biz Deep Research öyrəndik. GPT-ni harda istifadə eləyək, necə istifadə edək. GPT-nin real istifadə ssenariyalarından keçəndən sonra şirkətlər üçün HR-lar, təhsil üçün müəllim rolunda izah edən GPT hazırlaya bilərik ya da müəllim üçün testlər hazırlaya bilən bir GPT istifadə edə bilərik. Ümumi istədiyimiz hər hansı ilə əlaqəli əla, gözəl. Burada İstəsəz özünüz üçün bir dənə hüquqşünas bot da yarada bilərsiniz. Biz çünki
Ali məhkəmədə könüllülər işləyəndə orada məsələn yaratdığı şeylər sırf hüquqla əlaqəlidir. Onların da geri dönüşləri çox müsbət oldu ki, bot onların işinə çox ətraflı olaraq yarayıbdır və çox ətraflı istifadə edə bilirlər. Bu arada sizin üçün də uyğundursa bir 10 dəqiqə yox, 8 dəqiqəlik ara verək. 18:02 7 hətta. 18:10-da burada olaq. Geri qalan GPT-ni mən sizə tam praktiki olaraq göstərəcəm. Artıq onu praktiki olaraq birlikdə hazırlayaq. Uyğundur sizə? Yəni çıxmağınıza ehtiyac yoxdur. Səs kamera onsuz da bağlıdır. 7 dəqiqə sonra mən gəlim başlayaq. Oldu. Məna. Salam var, burada sizə başlayaq. Bəli. Əla. Biz indi Buradayım. dedik ki, öz botumuzu yaratmağa başlayacağıq. Bu botu necə yarada bilərik? Bu botlar nədir, nə işə yarayırlar? İndi keçirik ChatGPT araşdırmanı bu arada elədi, bitirdi. Buna da baxa bilərsiniz. Görürsünüz necə ətraflı və hardan o məlumatı götürdüyünü, hansı saytdan götürdüyünü də verir sizə. Çox üzr istəyirəm, mən bunu diqqətlə dinləmədim. Bu ödənişli versiyada olur, yoxsa Xeyr, hamısında? hamısında var. Hı -hı. Burada gəlirsiniz, ChatGPT-yə söhbət yerinə daha fazla burada dərin araşdırma, deep research limitlə verir. Məndə Plus-da amma mənə də limit. Bütün hamıya limitlə verir, amma limit yetərincə olur, yəni. Çünki bu davamlı istifadə etdiyimiz bir mod deyil. Hər hansı bir işlə əlaqəli, dərslə əlaqəli araşdırma eləyəcəksə, burada tam ətraflı məlumat verir. Bu da şəxsi inkişaf üçün də çox mükəmməl bir şeydir və əlavə olaraq da ki, məsələn, biz bir bot qurmaq istəyirik. Bot necə qurulur, bunu deyim. İlk əvvəl qeyd edeyim ki, bot qurmaq ChatGPT-nin içində ödənişli versiyada olur. Amma biz Gemini-yi də öyrənəcəyik. Gemini-nin içində pulsuz qurma olur. Onu da necə qurulur göstərəcəm mən sizə. Birinci ChatGPT-nin içindən göstərim. Plus versiyonu kimdəsə varsa qura bilər. Keçək. ChatGPT burada da açıq qalsın, burada da. Keçdik ChatGPT-yə. ChatGPT burada gələndə GPT-lər bölməsi vardı. Hamıda görsənir. GPT-lər bölməsinə girəndə qabağımıza belə botlar çıxır. Bunu insanlar yaradırlar ki, hər hansı bir şeydə istifadə. Məsələn, yazmaq üçün, yazı yazmaq üçün təkmilləşdirilmiş botlar var. CV hazırlamaq üçün təkmilləşdirilmiş botlar var. Və şəkil hazırlamaq üçün, araşdırma eləmək üçün. Ümid bəy, GPT-lər bölməsi məndə ekranda görsənmir. Solda. Bəli. Bir dəqiqə bu Ancaq profildən baxaq. Bir dəqiqə. Bunu hara qoyublar? Bunu biz 2 gün əvvəl dərsdə keçəndə var idi. 2 gün əvvəlki dərsimizdə. bir də siz ayarlara haradan daxil olursunuz, onu da tapa bilmədim. Ayarlar elə burada adın üstünə gəlirsiniz, ayarlar. Məsələn, kişiselləşdirmə burada. Aha, onu tapdım. Əla. GPT-ləri niyə burada göstərmir? Çox maraqlıdır. Sən yeniləyək. Tamam, onda biz Gemini üzərindən gedək. Burada. Çünki bu burada var idi, ödənişli versiyada istifadə edir. Düzdür, qura bilmirdik, amma istifadə edə bilirdik. Hal-hazırda çox ehtimal ki, bununla əlaqəli bir yeniləmə gələcəkdir. Onun üçün yığışdırıblar. Oldu. Başqa açıqlaması Məndə yox. görünür, telefonda baxıram. Yox, normalda bu görsənirdi. Biz yəni 2 gün əvvəl dərs keçəndə belə bu var idi. Hətta biz dünən Qubada seminardaydıq, onda da var idi. Telefonda göstərir, bəli. Mən telefondan daxil olmuşam. Yoxdur. Dediyim kimi, çox ehtimal ki, bir yeniləmə gəlir ondan əlaqəli. Biz bir şey olmaz, biz şeyin üzərindən göstərərik. Gemini-nin üzərindən. Biz bu platformaya girdik, biraz əvvəl dedik Gemini. Gemini-dən girib qeydiyyatdan keçirik. Heç bir ödəniş eləmədən də biz bot qurmağımız mümkündür burada. ChatGPT-də ödənişli versiyada olur qurmaq, burada da ödənişsiz versiyada. Görək bu necə qurulur. Burada gələndə solda Gemini-ləri kəşf edin deyə bir bölmə gəlir.
Hamıda olmalıdır. Yəni ödənişsiz versiyanda da var. Hal-hazırda baxım varsa elə paralel bir yerdə eləyə bilərik. Bəli, var. Hə, burada gemləri kəşf edə vuranda gələndə burada özün avtomatik yaratdıqları var və burada yeni gem. Bunu məsələn biz uşaqlarla qurmuşduq. Azərbaycan Respublikasının konstitusiyası üçün. Yeni gemə vururuq plus. Aha, gəlir ki bu. Məsələn adı nə olsun? Biz biraz əvvəl dərsdə dediyimiz kimi bir dənə biologiya müəllimi üçün məsələn bir bot quracağıq, biologiya müəllimi. O bizə sadəcə testlər verəcək. Biologiya müəllimi quracağıq ki, bizə sadəcə testlər verəcəkdir. Ki, hansı dərsə qədər biz istəyirik ki, məsələn, hər hansı bir dərsə qədər, mövzuya qədər bizə testlər hazırlasın, dördlü. Tərzi necə olsun, necə istəyirsə ona uyğun. Onun hazırlaya bilməyimiz üçün içinə təlimatlar bölməsi var. Açıqlama bu nədir? Açıqlamanı göstərəcəm. Bu açıqlama əslində hamı içinə girəndə görünən hissəsidir. Bu içi ilə əlaqəli spesifik bir şey deyil. Burada bu botun necə işləyəcəyini düzəltmək, bir də burada görsənilir test bot açıqlaması. Biologiya müəllimi adıdır, açıqlaması da budur. Hamı girəndə bunu görəcək məsələn. Burada ən əsas məsələ gəlir nə? Təlimatlar. Təlimatlar hissəsi əslində bunun kodu kimi, kod olan hissəsi kimi düşünə bilərsiniz. Bu bot necə işləməlidir, hansı işə yaramalıdır, necə danışmalıdır, necə cavab verməlidir? Hamısı bu təlimatlar bölməsinin içinə biz yazırıq ki, təlimatlar bölməsi həmin botun nə işə yarayacağını göstərir. Məsələn, təlimatlar bölməsini də hazırlamaq üçün ən rahat yolu ChatGPT ilə özündən bot almaqdır. Deyək ki, biz 7-ci sinif üçün 7-ci sinif biologiya botu hazırlamaq istəyirik. İçinə biz kitabını yükləyəcəyik. İndi onda görürsən içində biz yazdıq ki, məsələn, biz 7-ci sinif biologiya müəllimi botu, yəni GPT yazaq. GPT hazırlamaq istəyirik. İçində 7-ci sinif biologiya kitabı olacaq, biz onu yükləyəcəyik. Bu bot verilən mövzuya uyğun olaraq kitabın içindən testlər hazırlayacaq, asan və rahat başa düşülən dildə. Biz bunu bot üçün düzəltmək istəyirik, amma strukturu necə qurulmalıdır, məsələn bilmirik. Qısa verəndə də cavablar bəzən istədiyimiz kimi olmaya bilir. Biz yazdıq, biz 7-ci sinif biologiya müəllimi botu hazırlamaq istəyirik. İçində 7-ci sinif biologiya kitabı olacaq. Bu bot verilən mövzuya uyğun olaraq kitabın içindən testlər hazırlayacaq, asan və rahat başa düşülə bilən dildə. Xətti qoyduq. Bunu GPT üçün, yəni bot üçün, bot içi üçün təlimatlar bölməsinə uyğun hazırla. Təlimatlar bölməsi dediyimiz bura. Bura yazmalıyıq ki, o bot necə işləməlidir. O botu da, onun içində yazdıracaq promptu da biz ChatGPT-yə yazdırırıq. İndi baxaq.
Aha, hazırladı. Deyir ki, müəllim, bu GPT 7-ci sinif biologiya fənnindən Azərbaycan dilində tədrisi üçün yaradılıb. Botun daxilində 7-ci sinif biologiya dərsliyinin bütün mövzuları yer alır və bu mövzular əsasında interaktiv və öyrədici testlər, izahlar və nümunələr təqdim edir. Məsələn, şagirdlərə biologiya mövzularını sayda, aydın və maraqlı formada izah etmək, eyni zamanda öyrəndilər təkrar etmək və möhkəmləndirməyə kömək etməkdir. Biz sadəcə test olmağını istəyiriksə, məsələn, yazım ki, sadəcə test hazırlayacaq və neçə test hazırlayacağını mən bildirəcəm. Çünki bu izah da vermək istəyir. Məsələn, bunu götürsək açsaq, bu ümumi bizim işimizə yarayır. Bu verdiyi kimi. Amma mən istəyirəm ki, orada sadəcə test üçün bizim işimizə yarasın. Hər sualda 4 cavab variantı olur. Bunu istəsəz 2 də eləyə bilərsiniz. Hətta burada nümunə cavabı da yazır ki, fotosintez prosesi haqqında orqanizmlərdə baş verir. Heyvanlarda, göbələklərdə, bitkilərdə, insanlarda. Bunu sizə örnəyində verir ki, necə hazırlamalıdır. Sonra gəlirsiniz bir dənə bunu götürürük, kopyalayırıq. Gəlirik Gemini'nin içinə. Gemini'nin içində təlimatlar bölməsinə yerləşdirdik. Bu bot oxuyuruq, okey. İndi biz dedik ki, bunun içinə biz 7-ci sinif biologiya kitabını yükləməliyik ki, bu internetdən hər hansı bir şey götürməsin. Çünki orada qarışdıra bilir mövzular. Biz deyik ki, spesifik bir yerdən məlumat götürsün. Bunu da necə eləyəcək? İndi ona baxaq. Gəlirik, məsələn, axtarışa 7-ci sinif biologiya PDF yazdıq. 7-ci sinif biologiya PDF çıxdı. Birinci hissəsi çıxdı varsayaq. PDF-i yükləyirik. PDF-in içində görürük ki, hər şey mövcud. Bir dənə girdik yükləməyə. Buradan download elədik. Məsələn, PDF yükləndi. Bu hazır. Sonra qayıdırıq biz Gemini hara getdi? Yenə mən Gemini səhvliyi ilə bağladım. Onu yenidən açım. Test. Burada gəldik, yazdıq. Biz indi burada bu faylı endirdik. Burada biologiya haqqında, biologiyanın birinci hissəsinin mövcud kitabıdır. Yəni faylı. Fayl bizim əlimizdə var. O testdə biz adı yazdıq, açıqlama yazdıq, bot necə davranmalıdır, onu da yazdıq. Ondan sonra gəlirik bu bilgi hissəsinə dosya yükləyirik ki, dosyada nə olur? Sadəcə bu kitabı yükləyirik bunun içinə. Yəni bu sualları bu kitaba uyğun bizə verəcəkdir. Yəni bizim əlimizdə artıq bir biologiya botu var da biz deyirik ki, məsələn, fotosintez haqqında 5 test hazırla, asan da olsun, orta olsun, çətin olsun. Bir dənə indi bunu qayda edək, test edək sonra. Müəllimə botu oluşturuldu. Burada düşəcək müəllimə. Cəmlərin altına gələndə rəsmdə müəllimə botu var. Məsələn, hansı sualları verək? Baxaq. Hüceyrənin ümumi quruluşu haqqında dənə sual verir. Bir dəqiqə bağışlayın. Bir dəqiqə. Deməli, biz test eləyəcəyik hüceyrənin ümumi quruluşu. Yazaq bura ki, hüceyrənin ümumi quruluşu haqqında 3 sual, 3 test sualı hazırla. Asan olsun. Test hazırlayıcı canlı orqanizmin ən kiçik quruluş və funksional vahidi nə adlanır? Orqan, toxuma, hüceyrə.
İzah da verir ki, altında hüceyrə viruslardan başqa bütün canlıların ən kiçik quruluşu, inkişaf və funksional vahididir. Hüceyrəni xaricdən örtərək onun ətraf mühitin tərsindən qoruyan hissən nə adlanır? Verdi. Verdi. İndi bir də məsələn bunun üçün test hazırlayaq ki, hüceyrələrin ümumi quruluş haqqında üst tez sual hazırla, çətin olsun. Deyək ki, hüceyrənin aşağıdakı cümlələrdən hansı hüceyrə qılafının funksiyasına aid deyil? Bitki, heyvan, göbələk və bakteriya hüceyrələrin quruluşu müqayisə edilərkən hansı ifadə səhvdir? Üzülü sayını o klaviaturanı dəyişmədən yazdım. Yazmaq istədim ki, o qrafikli, diaqramlı belə sualları da hazırlaya bilir, yoxsa ancaq yazılıdır. Yazaq. Qrafiki və necə? Qrafikli, diaqramlı belə. Yəni illüstrativ, hüceyrənin orada məsələn şəkilləri var idi də dərsin içində. Şəkil əsasında hansısa bir şəkli verir, onun üzərindən sual verir. Şəkilli göstərməyinə göstərmir. Onu təzədən çəkməyini istəyə bilərik. Bir dənə yoxlayaq. Şəkli bildiyim qədərilə vermir. Bildiyim qədərilə yox, şəkli vermir. Sadəcə bunu bir dənə təkmilləşdirək ki. Bir dənə yenisini versin, yoxlayaq. Amma bunu gördük ki, əslində belə istifadə edəndə ümid edirəm ki, sizin işinizə çox yarayar. Ya da bunu biz dərs üzərindən verdik. Başqa dil öyrənmək, yeni hər hansı bir sahəni öyrənmək. Bunu kopyalayaq. Elə bu yaxşı tərəfdə oldu ki, biz artıq bu botu hazırlamışıq. İstədiyimiz kimi nəsə əlavə eləmək istəyiriksə, gəlirik düzənlə işarəsinə botun üstündə. Təlimatlar hissəsində dəyişdirdik. Sonra bunu qayd edirik yenidən. Bəli. Yaxşı sualımız nə idisə onu sual verək. Görək şəkli çəkəcək bizə. Xeyr, yəni qeyd elədiyim kimi şəkli çəkə bilmir. Şəkil göstərir, şəkil yazı olaraq yazır onda. Göstərə bilmir. Bu əslində çox maraqlıdır. Bunun bir dənə də paralelində GPT-də quraq, ChatGPT-də. Görən o şəkli verə bilməyəcək. Mən dedim bəlkə xırda çəkilişlərə cavab verə Bir bilər. tərəfi yaxşıdır ki, yəni bizim öz vəsaitlərin PDF-dəki terminlərdən istifadə eləyir. Yəni Bəli, sərbəst verəndə bəzən sualı o xarici ədəbiyyatlardan götürür, bizim terminlərə uyğun vermir. Orada O tərəfdən yaxşıdır. Faylı yükləməyin ən əsas səbəbi odur ki, biz də məsələn tələbələrlə hüquqla əlaqəli bir bot hazırlayanda orada da eyni problemi yaşayırıq ki, hər hansı bir saytdan hüquqla əlaqəli bir yazını referans olaraq verir, o da düzgün deyil. Biz ondan bura kitabı yüklürük ki, bu kitabdan kənara çıxmasın və sadəcə ona uyğun versin bizə. Gəldik GPT-lərim oluşdur. Bir dənə Gemini-nin eynisini burada da düzəldək. Görək nə verəcək. Bilin verməyəcək, amma bir dənə yoxlayaq. Təlimatlar. Test bot. Yükləsin.
hazırdır. Gemini əvvəl çox istifadə edə bilmirdik ki, Gemini bot hazırlayanda heç kimlə paylaşma olmurdu. Bot sadəcə özünüz istifadə edə bilirsiniz. Şu müsbət tərəfi odur ki, 2 həftə əvvəl ona bir yeni güncəlləmə gəldi. Artıq yaratdığınız botu hər hansı istənilən kimlənsə paylaşa bilərsiniz ki, yəni yaratmısınız, onlar da istifadə eləsinlər. Yəni istədiyiniz adamdan paylaşa bilərik artıq. Sual verək. Yox, hazırlaya bilmir. Burada da eyni nüansdır. Dediyim kimi şəkli hazırlaya bilmir, amma onu hazırlaya bilsə yəqin ki, çox yaxşı olar. Yəni, baxaq ayarlarına. Şəkil yaratma aktiv qoymuşuq, amma yenə də yarada bilmir. Daha çox mətn üzərindən gedir. Bunu belə dediyimiz kimi istədiyiniz iş üzrə hazırlaya bilərsiniz, istədiyiniz sahə üzrə hazırlaya bilərsiniz. Əslində bu çox maraqlı və çox işə yarayan bir nüansdır. Ağlınıza gələcək hər hansı bir sahə üçün hazırlaya bilərsiniz. Öz mini süni intellektimiz kimi deyək. Bu hissə aydındır. Sizlərə yoxsa sualınız varsa yerindəcə ilə cavablandıraq. Aydın müəllim. Əla. Sonra gəlir text-to-text modelləri. Əslində bütün hamısının işləmə prinsipi bir dəqiqə bağışlayın. Deməli, bütün süni intellekt, text-to-text işləmə platformalarının prinsipi eynidir. Yəni, ChatGPT kimi olan bəzi platformalar var. Biz indi onlar haqqında da məlumat verəcəm. Seçdik ki, ən normalları hansıdırsa test edib istifadə edəsiniz. ChatGPT-dir. Biraz əvvəl göstərdiyi əslində tanış da elədik. Gemini. Bu Google şirkətinin platformasıdır. İstifadə edə bilərsiniz. Premium istifadə eləmək istəsəz ilk ay ödənişsizdir. Test eləyə bilərsiniz. Sadəcə ora görə istifadə eləmədiyiniz kartı yazarsınız ki, ikinci aydan etibarən ödəniş kartınızdan çıxır. Gemini'nin içində də ChatGPT kimi özəlləşdirmə hissəsi var. Tam belə deyək, onun qədər ətraflı olmasa da qısa olsa da məlumat verə bilir. Burada göstərdiyi kimi ayarlar bölməsinə gəlirik, kişisel bağlan, eklə deyə bir yer var. Ora istədiyimiz məlumatı yaza bilirik, yadında saxlayır. Bu Gemini əslində bundan ibarətdir. Biz şəkillə videoda Gemini daha ətraflı bu arada keçəcəyik. Çünki Gemini şəkil və videoda üstündən keçə bilməyəcəyimiz bir modeldir. Burada gəlir Gemini. Gemini Google şirkətinindir. Sonra gəlir Grok modeli var. Sadəcə bunların hamısını işlətməyə ehtiyac yoxdur sözün açığı. Sadəcə məlumatınız olsun deyə deyirəm. Əsas hansılardır mən onları bildirəcəm. Onlarla istifadə etsəz çox okeydir sizin üçün. Grok var ki, Gemini Google şirkətinindir. 2.5 modeli yeni çıxıbdır. Çox yaxşıdır. Deep Research-də dünyanın ən yaxşısıdır. Dərin araşdırmada ödənişsiz istifadə edib testlər eləyə bilirsiniz və bot hazırlama olur içində. Ona da bot hazırlama yeni gəldi. 2-3 ay olar. Əvvəl o da yox idi. Sadəcə ChatGPT hazırlama. Güclü tərəfləri nədir? Google şirkətinin olduğu üçün multimodal sistemi var. Multimodal sistem deyəndə həm şəkil düzəldir, həm video düzəldir, həm də mətn düzəldir. İndi şəkil videoda daha ətraflı keçəcəyik. Google məhsulları ilə inteqrasiya var. Bu nə deməkdir? Google Maps-ə, maillərə, Drive-a bağlaya bilirsiniz. Oradan məlumat çəkə bilir. Ən böyük problemlərindən biri mənim fikrimcə, mənim fikrimcə deməm, bilirəm ki, soyutmaq sizin fikrinizdə də olacaq. Gemini'nin içində daxili yaddaş söhbəti yoxdur. Yoxdur necə? Siz bu söhbətin içində elədiyiniz söhbətləri yadında saxlayır. Amma bu söhbətdən yeni söhbətə keçəndə artıq haqqınızda heç nə bilmir. Yəni hər söhbətin içində yaddaş var. Daxili yaddaş ümumi yoxdur. ChatGPT bu söhbətdən çıxıb başqa söhbət eləyəndə belə sizin haqqınızda məlumat var deyə işinizə yaraya bilir. Bu əslində ən böyük əksiklərdən və çox böyük problemlərdən biridir səbəb. Sizə verdiyi məlumat fərdi məlumat ola bilmir. Yəni çünki sizi tanımır. Hər dəfə yeni bir adamla başlayır.
Qısa məlumat verir, ancaq o qədər tanıya bilir. Ümumi söhbətlərdən bizi tanımır, hansı işlə məşğul olduğumuzu çox az bilir. Bizə verdiyi məlumatlar ümumi məlumatlar olur, bizə aid olmur. Onunla elə fikrimcə Gemini-nin az istifadə olunma səbəblərindən biri budur. Buna bir hal çarə yaratsalar, düşünürəm ki, ChatGPT ilə çox ciddi bir rəqabət içində olarlar. Hal-hazırda da olurlar, amma biraz daha zəif gəlir. Grok 4 yeni çıxıbdır. Elon Musk'ın da, Elon Musk dəli dahinindir, belə deyək. Əvvəl elə idi ki, keçən çıxıb bu arada Grok, elə bir köhnə tarixi yoxdur. Grok keçən çıxanda Twitter'ın X, yəni adını dəyişdi, X elədi. X profili olmayan heç kim Grokdan istifadə edə bilmir. Onun üçün məcbur Twitter profilimiz olmalıdır. Amma ondan sonra artıq yeni bir platforma yaratdı, grok.com. Hətta burada göstərək. Grok yazırıq. Grok.com deyə bir saytı var. Giriş eləyib istifadə eləyə bilərsiniz. Birbaşa maillə girib, hətta hələ də X-lə girməyi var. Amma əvvəl maillə girmək heç mümkün deyildi. İndi yenə daha yaxşıdır. X-in indi müsbət cəhətini deyəcəm ki, ən çox harda necə istifadə olunur. X-in ən çox müsbət cəhəti bir bu arada bunun da ödənişli versiyası çox bahalıdır. Hətta 200 dollarlıq bir ultra premium belə bir hesabları var, yaradıblar. Elon Musk'ın platformasıdır. Müsbət cəhəti nədir? X Twitter istifadə edənlər üçün yaxşıdır ki, Twitter'ın datasına birbaşa sahib olur, sizi tanıya bilir oradan. Amma söhbət içində ümumi yenə yaddaş özəlliyi yoxdur. Məsələn, onu mən ara-ara istifadə edirəm. Ona görə ki, məsələn, məndə Twitter mən 13 ildə eyni profili istifadə edirəm. Ondan mənə orada tanıyır, işimə yaxşı gələ bilir. Analiz eləmə yetənəyi çox güclüdür, test edə bilərsiniz siz də. Ən zəif tərəfləri dediyimiz kimi daxili yaddaşı yoxdur və filtr, etik söhbətdən çox problem yaşadılan platformalardan biridir. Bəlkə xatirinizdədir, bir ay əvvəl, 2 ay əvvəl Türkiyədə Grok başladı sosial mediada hamını söyməyə, irqçilik eləməyə, cinsiyyətçilik eləməyə və xəbərlərə çıxdı. Yeganə platforma oldu ki, Türkiyədə bir gün, 2 gün ərzində Groku qadağan elədilər istifadə olunmasını. Ki, burada nə oldu? Grok 4 modeli çıxmamışdan əvvəl bir filtrləmə sistemində problem oldu. Filtrləmə sistemi nədir? Bütün süni intellektlərin bir filtrləmə sistemi var ki, süni intellekt azad buraxıla biləcək bir məhsul, bir texnologiya deyil. Çünki azad buraxılmış süni intellekt çox-çox təhlükəlidir. Onu həmişə nəzarət altında bir saxlamaq lazımdır. Həmişə bir çərçivəsi olmalı. Çərçivədən çıxdığını biz Grokda yaşadıq. Çünki süni intellektlərin hamısı müəyyən qədər çərçivələr var. Buna əsas çərçivələr nələr aiddir? İrqçi deyirlər, cinsiyyətçi deyirlər, heç kimə söyməzlər, alçaldıcı ifadələrdən qaçarlar. Bu tipli şeylərdən bütün platformaların bir filtri var. Bu filtr Grokda problem yaşadığı üçün başlamışdı hamıya alçaldıcı ifadələr işlətməyə. O bizə göstərdi ki, çox ciddi problemdir. Ondan sonra çıxdılar, dedilər ki, texniki problem olub belə elə, amma göstərdi ki, üstünə düşünməyəndə çox ciddi problem yarada bilər. Onun da arxasında Elon Musk olduğu üçün adam çox fikir bildirə bilmir. Çünki adamın özü də biraz fərqli kafada olan biridir. ChatGPT 5 modu var ki, ChatGPT bizim istifadə elədiyimizdir. Zəif tərəflərindən biri 5 yeni çıxıbdır, inkişaf mərhələsindədir və hallyusinasiya etkisi dediyimiz var olmayan məlumatı uydura bilir. Bu hamısında vardı, amma ChatGPT biraz daha çoxdur. Sonra Cloud, Groku bu arada kodlaşdırmada daha çox istifadə edirlər. Cloud var ki, Cloud'un ən çox süni intellekt etikasına riayət edən platformalardan biridir. Əsası da deyərdim. Orada hallyusinasiya, yəni olmayan sual cavabların uydurulması ən az olan platformadır. Paralelində texniki və kodla bağlı ən çox istifadə olunur və bir söhbət içində onda yenə eyni problem var və qeyri-adi ola bilər. Cloud Azərbaycan dilində ən yaxşı yaza bilən platformadır. Məlumatınız olsun. Saytda Cloud AI. Saytın adı da Cloud AI ki, girəndə buradan birbaşa istifadə edə bilərsiniz. Hətta bunun 4.5 modeli bir neçə gün öncə çıxıbdır.
Hələ də demo versiyasında da istifadə üçün. Sonra gəlir Perplexity. Perplexity əvvəl daha çox istifadə olunurdu. İndi az olma ehtimalı. Bir dəqiqə. Perplexity var ki, Perplexity-nin əvvəl çox istifadə olunurdu. Səbəbi nə idi? Əvvəl ilk platforma idi ki, süni intellektin birbaşa internetə çıxışı var idi və verdiyiniz məlumatı sadəcə öz məlumat bazasından yox, internetdən də axtarış edib sizə gətirə bilirdi. Və həm ödənişsiz idi, hamı istifadə edə bilirdi. Ödənişli versiyası da vardı, düzdür. Amma indinin özündə də internetdən birbaşa axtarış etməyiniz mümkündür. Amma nəzərə alsaq ki, hal-hazırda platformaların hamısının birbaşa internetə çıxışı var. Bunlarla Perplexity-ni istifadə edə bilərsiniz, amma heç yaxşı, yəni digərləri ilə qarşılaşdırılacaq dərəcədə, Gemini ilə, Grok ilə, ChatGPT ilə qarşılaşdırılacaq dərəcədə güclü bir platforma deyil. Sonra DeepSeek var ki, DeepSeek-i məcbur mən bütün testlərə əlavə edirəm, əlavə eləməyəndə hamı deyir ki, çox məşhur modeldir, ondan da deyirlər ki, niyə əlavə eləməmiş. DeepSeek mənim heç ciddiyə almadım və heç də ciddi olmayan bir platformadır. Səbəb çünki ChatGPT, Gemini, Grok olan yerdə DeepSeek-dən istifadəli bir şeyimiz yoxdur. DeepSeek sadəcə kodlaşdırmada müəyyən qədər istifadə edirlər. Ödənişsizdir, girib test edə bilərsiniz. Hətta mən istəyirəm ki, buradakı modların hamısını özünüz də test eləyəsiniz. Mən desəm də yaxşıdır, pisdir. Hamının öz fikri olsun ki, bunu istifadə edə bilərəm ya da istifadə edə bilmərəm. Burada çıxartmış ki, məsələn, məqalə və blog üçün Gemini ilə ChatGPT-dən yaxşıdır. Reklam və marketinq məzmunu üçün yenə Gemini ilə ChatGPT. Sürətli aktual məlumat üçün Perplexity, internetə çıxışı var ChatGPT. Kod yazma analiz üçün Grokdur, Clouddur, Gemini'dir. Elmi və akademik məzmun üçün Gemini Pro versiyası çox mükəmməldir. Azərbaycanda tam elmi səviyyədə yazı yaza bilir. Cloud, ChatGPT. Bunları da özünüz test edirsiniz, siz özləriniz də test edirsiniz. Siz üçün hansı daha uyğundursa istifadə edə bilərik. Burada gəlir text-to-textdən faydalanmaq üçün strategiyalar. Bu əslində promptda keçdiyimiz şeylərdir ki, kontekstdən istifadə etməli, formatı düzgün müəyyən etməli, çox mərhələli sorğular verməli ki, böyük mətn üzərində işləyirsə, böyük bir plan üzərində işləyirsə, etap-etap irəliləməyimiz lazımdır. 2-2, 3-3, yavaş-yavaş. Çünki birdən-birə biz ondan cavab istəyəndə verdiyi cavab keyfiyyəti tamamilə aşağı düşə bilir. Və sonra gəlir biz uşaqlarla bunu da test elədik. Sizin məlumatınız olsun, dərslər bəlkə maraqlı bir şeylər hazırlaya bilərsiniz uşaqlarla keçmək üçün. Uşaqlar keçdi, uşaqların da çox xoşuna gəldi. Belə bir şey. Sıfır kodla bəsit səviyyədə oyunlar hazırlamaq olur ki, məsələn, bir dənə hazırlayaq ki, Gemini-də hazır. Bunu Gemini-də da hazırlamaq olur. ChatGPT-də hansında üçün. Bundan bir dənə fikir alaq, orada fikrini alaq. Burada da birbaşa hazırlayaq. Məsələn, Tetris oyunu. Bunu yəni istədiyiniz qədər təkmilləşdirə bilərsiniz. Rəhlərini yaza bilərsiniz, arxa fonunu dəyişdirə bilərsiniz. Sizə burada belə bir nüans var ki, gəlirik Tetris oyunu yaratmaq üçün kod yazırıq. Çərçivələr neon işıqlı olsun məsələn istəyirik. Gəlirik burada aşağıda canvas modu var. Screen recordda görsənməyə bilər, belə bir şey düşübdür. Gələndə daha fazla ən aşağıda canvas modu olur ki, canvas modu düşdü. Canvas modunu seçdik. O bizə oyun yaradacaqdır. İndi birazdan göstərəcəm sizə. Burada daha çox söz üzərindən getdi. Burada da eyni qaydada yoxlayanda, məsələn, ChatGPT-nin digər versiyasında idi. Məndə artıq kod veribdi. Əla.
Kod verəndən sonra burada hələ axtarış gedir. O bir dənə hazır olsun, tamamlansın. Göstərəcəm ki, burada ön izləməyə girə bilirik. Bunun eynisini Gemini-də da test edə bilərik ki, Araslardan Canvas özəlliyini seçməliyik ki, onun üçün daha aktiv olsun. Görürük ki, hələ də yazır. Yaza gedir. Normalda yəni belə deyək də, bunu bir 2 il əvvəl 2-3 il əvvəl desək ki, 2 cümlə ilə mən özümə oyun yaradıram. Təbii ki, oynayanda burada çox belə böyük oyunlardan nəzərdə tutmuram. Bəsit oyunlar. Bu uşaqlar üçün maraqlı bir oyunlar yaratmaq olar bilər, nə bilim, sual ağırlıqlı oyunlar ya da necə demək. Biz keçən dərsdə uşaqlarla hazırladıq ki, güya kosmosda planetlərin arasında bir raket uçur, raket də oradan meteoritlər düşür. Raket vurur, meteoritləri partladır. Partlatdıqca xalq qazanır, eyni anda planetlərin yanından keçir. Məsələn, bu coğrafiya dərsində belə bir şey hazırladı. Uşaqlar üçün maraqlı ola bilər. Burada məsələn şey hazırladı artıq. Gemini. Bunda problem var. Onu bir dənə deyək ki, düzənləsin. Yox, düşdü. Gəlirik. Bundan aşağı. Hətta burada növbəti blok hansıdır onu da göstərir. Göstərmir. Bundan idarə edirik belə. Ya dərsə uyğun ya da maraqlı görə biləcəyiniz bir şeyləri hazırlamaq olar. Müəllim, onun linki paylaşıla bilən linkdir də, yəqin, həm də redaktə edilə bilən linkdir. Məsələn, Özünüz uşaqlar komanda kimi Özümüz biri buradan bəli redaktə təkmillər. hazırlaya eləyə bilirik özümüz redaktə. Bunu ChatGPT-də də göstərim, nə hazır olsun. ChatGPT hazır olan kimi ön izləməyə gəlirik, açılır. Aha, burada neon istəmişdik, neon da verdi. Aha, düşəcəyi yeri də necə düşəcəyini göstərir. Aha. Bunu uşaqlarla oynayanda biz əməlli başlı dərsdə oynayırdıq. Çox maraqlı alınmış. Uşaqların da çox xoşuna gəldi. Burada indi necə? Bunu durduruq. Bunu paylaşmaq istəyənlər burada bağlantı oluşdur deyirik içində. Bizə bir dənə link verəcək. Linkdə hər kəsə açıq. Kimə istəsə göndərə bilər. Biz bu bir profildən yoxlayaq linki. Giriş eləyək. Aha, açacaq. Kim istəsə girib oynaya bilər. Aha. Bunu mən digər profilimə atdım, amma görürsünüz ki, oynamaq olur. Bu mənim 2 cümlə ilə yaratdığım şeydir. Amma biz burada o bir qrupda bizdə keçəndə öz dərsindən. Orada bizdə verdiyi tank oyunu bizim mən məsələn oynadım, o tank oyunu vardı onu. İlan oyununu düzəldən var idi. Sonra fərqli oyunlar düzəldən vardı. Fərqli arxa fonlar düzəldən var idi. Təkmilləşdirə bildiyimiz qədər bunu təkmilləşdirə bilirik. Bunun paylaşması necə olur? Keçək ChatGPT-ni göstərdim mən sizə. İndi gedək Gemini-yə göstər. Gemini-də da elə gələndə oyunun içində burada paylaş çıxır. Paylaş. Kod yaradır. Məsələn, sonra həmin koda giriş edirsiniz. Aha, oynuyorsunuz. Yaratdığınız oyunu istədiyiniz hər kəslə paylaşa bilərsiniz. Yəni burada o bizim dediyim kimi bir cümlə ilə yaratdığımız bir şeydir. Biz istəsək bunu daha da təkmilləşdirə bilərik, daha da istəyə uyğun eləyə bilərik. Ondan sizdən istəyim mənim deməli keçək oyunlar oynansın. Mənim sizdən əsas istəyim olacaq ki, mütləq GPT-ni özünüz yaradın. Gələn dəfə biz dərsdə artıq GPT-lər haqqında danışaq. Siz düzəltdiyiniz GPT-ləri mənlə paylaşın. Onları test eləyək. İşinizə nə qədər yaradığına baxaq. Çünki bizim üçün ən əsas nüanslardan biri o botların hazırlanmasıdır. Ona görə də istəyirəm ki, onları siz də hazırlayasınız. Maksimum dərəcədə görək bizim üçün necə faydalısa istifadə eləyək bizdə. Onu mən qrupa yazacağam. Bir növ tapşırıq olaraq da. Uyğun olur hamıya. Nəsə bir əlavəniz varsa da burada qeyd edə bilərsiniz. Tamam. Düşürək
İndi dərsdə olmayanlar vardı, amma rekorda baxacaqlar. Nəsə sual indi buradan deyim. Nəsə sual olsa orada soruşa bilərsiniz. Dediyim kimi əsas məsələ bizdə o botların hazır olmalıdır. Biz o botlara baxaq. Görək okeydirsə, əla, biz artıq növbəti dərsə keçə bilərik. Əlavə olaraq mən sizdən istəyirəm ki, bütün platformaları test eləyəsiniz. Gələn dəfə biz platformalar haqqında sizlə müzakirə aparaq. Ki, hansı platforma bizim işimizə nə qədər yarayır, necə yarayır. Biz məsələn indi işlədik ChatGPT ilə, Gemini ilə paralel işlədik. Deep Research-ü, yəni mən not olaraq yazacağam ki, Deep Research-ü test eləyin, gələn dəfə bunun haqqında müzakirə aparaq, mütləq yazacağam mən onu da sizə. Sonra bu arada linki gecə olacaqdı deyə mən səhər göndərəcəm YouTube linki olaraq. Deep Research-ü test eləyəcəyik. İkinci gəlir paralelində biz digər platformaların qarşılaşdırmasını eləməliyik. Bizim vaxtımıza var çünki biz bu gün birinci gündür, bizə dərsimiz 5-ci gün olacaqdır. Bilirəm, yəni sizin vaxt tərəfdən sıxıntılarınız var, çox yaxşı başa düşürəm. Amma bunları da biz test eləməliyik, çünki uşaqlar da bir tərəfdə öyrənirlər. Biz də onlarla paralel gedirik ki, nəticədə onların nə qədər öyrənsələr belə, onların biliklərini yenə ölçəcək şəxslər sizlər olasınız. Çünki nəzarət hər zaman sizin əlinizdə olacaq. Ona görə deyirəm ki, biz də bunları bilməliyik. Platformaların qarşılaşdırması olacaq və ən sonunda bir dəfə istəyəcəyik ki, GPT botların hazırlanması, bot hazırlansın və biz oturaq gələn dəstə müzakirə edək ki, o hazırladıq botu, bot işimizə nə qədər yaradı, necə oldu, onların müzakirəsini aparaq. Uyğundur hamıya? Uyğundur, bəli. Əla. Nəsə, indi dərslə əlaqəli sualınız varsa, buyurun, suallarınızı verə bilərsiniz. Dərsimiz artıq yekunlaşır. Çox sevindim, hər şey təki aydın olsun, əla olsun. Nəsə suallarınız varsa, buyurun verə bilərsiniz. Çünki dərsimiz yekunlaşır, suallarınızı cavablandıraq. Sağ olasın. Xeyr, çox sağ olun. Əla, sevindim. Təki hər şey elə açıq, aydın olsun. Dediyim kimi, nəsə sualınız olsa, mən WhatsApp-dan qrupda da soruşa bilərsiniz. Siz mənə belə yazıb da sual soruşa bilərsiniz. Mənim üçün xoşdur, heç bir narahatçılıq da yoxdur mənim tərəfdən. Onu mən bildirim. Ümid müəllim, bu Buyurun. ChatGPT-ni ya Gemini-yi siz özünüz şəxsən istifadə edəndə keyfiyyət baxımından Azərbaycan dili, ingilis və rus dilində bir fərq görmüsünüz? Azərbaycan Məsələn, ingilisində daha yaxşı, daha dəqiq, yoxsa əslində bir 10% də olsa təsiri var ki, ingilis dilində nəticələr daha yaxşı olur. 10%. Yəni bu ciddi bir faiz deyil. Əvvəl elə idi ki, ingilis dilində çox daha yaxşı nəticələr verəcək. Amma artıq süni intellektin əsas məqsədi odur ki, dünyada dil bariyeri olmasın. Yəni, siz Hind dilində də istəsiniz araşdırma eləyə bilərsiniz. Azərbaycan dilində Hind dilində olan bir araşdırmanı da eləyə bilərik hal-hazırda. Təsir var, amma çox azdır. Yəni bizə əngəl törədə biləcək bir problem deyil. bir də bu Pro 5 ChatGPT-nin 5 versiyasında bu saxta məlumatlar verirdi GPT. İndi verir onları. Əslində onlarda elə də başqa platformalarda elə problemlər var. Şirkətin sahibinin də təzə çıxışında dedi ki, maksimum dərəcədə qarşısı alınmağa çalışılır. Orada biraz da belə bir şey var ki, orada biz o ayarlamaları eləyəndə bu dəstə keçdiklərimiz, ondan sonra o cavab keyfiyyətinə təsir eləyirdi. Hallüsinasiya şeyini biraz azaldı. Məsələn, mən işim boyu heç vaxt məndə, yəni 2 il istifadə edirəm, məndə 100%-dən desək, məndə indiyə kimi 1-2% belə hallüsinasiya olmayıbdı. Amma hamıdan soruşuram, deyir, çox olur bizdə. Onun üçün də belə xüsusi promptlar daxil eləmək olar. Məsələn, Əslində düzgün prompt yox. etibarlı mənbə olmayan statistikanı verməsin və s. belə bir şey. Onu verə bilərsiniz təbii ki, amma yəni ümumi promptlarımız yaxşı yazanda, yəni maksimum dərəcədə nəticəni verməyə çalışır. Amma hallüsinasiya qaçınılmazdır. Çox az olsa da olur. Hallüsinasiya biz əsas hansı mövzularda olur? Araşdırma mövzularında olur. Araşdırma mövzularında biz ChatGPT yerinə Deep Research ilə eləsək, normal söhbət yerinə, onun qarşısını %90 almış olur. Evet. Bəli. Çox sağ olun. Təşəkkürlər. Növbəti dərsdə görüşənədək rekordda sabah göndərəcəm. Çox sağ olun. Təkrardan təşəkkürlər. Sağ olun.